Uşaqların enerji içkisi içməsi artıb, ona görə də sərt qadağalar gözlənilir. Azərbaycan Dövlət Reklam Agentliyi energetik içkilərin reklamı ilə bağlı şirkətlərə ciddi xəbərdarlıq edib. Səbəb isə xüsusilə yeniyetmələr arasında bu içkilərə marağın sürətlə artmasıdır. Agentlik bildirir ki, energetik içkilərin reklamında uşaqlara və yeniyetmələrə birbaşa və ya dolayı şəkildə müraciət etmək qadağandır. Yəni artıq reklamlarda uşaqların diqqətini cəlb edəcək rəngli vizuallar, trend üslub və ya dırnaqarası cool görünən mesajlardan istifadə məhdudlaşdırılacaq. Həmçinin bu reklamların məktəb və ya bağçaların yaxınlığında yerləşdirilməsinə də icazə verilmir. Azərbaycan Dövlət Reklam Agentliyi reklam şirkətlərinə xatırladır ki, məsələ yalnız reklam yox, həm də sosial məsuliyyətdir. Buna görə küçələrdə energetik içkilərin zərərləri ilə bağlı sosial reklamların yayımına da başlanılıb. Bir sözlə, artıq qanatlandıran reklamlar əvvəlki qədər sərbəst uça bilməyəcək.